Əkop 180, 144'ü tapın. 180 və 144'ün ən kiçik ortaq bölünənini tapmalıyıq. Ən kiçik ortaq bölünənin müxtəlif üsullarla tapmaq olar. Üsullardan biri budur ki, bu ədədləri sadə vuruqlarına ayırmalıyıq. 180'i sadə vuruqlarına ayırsaq, 90'ı 3'ə bölsək 30, 30'u 3'ə bölsək 10, 10'u 5'ə bölsək 2, 2 də yalnız 2'yə bölünür. Deməli, 180'in sadə vuruqlarına ayırdıq. İndi 144'ü sadə vuruqlarına ayıraq. 144'ü 2'yə bölsək 72, 72'ni 2'yə bölsək 36, 36'nı 2'yə bölsək 18, 18'i 2'yə bölsək 9, 9'u 3'ə bölsək 3, 3'ü 3'ə bölsək 1. Deməli, 180'in sadə vuruqları 2, 3, 3, 5, 2, 144'də 2, 2, 2, 2, 3, 3'dür. Əkop tapmağın üsullarından biri budur ki, ədədlərdən birini götürürük. Məsələn, 180'i götürək. Digər ədədin, yəni 144'ün hansı sadə vuruğu 180'də yoxdursa, həmin vuruqları 180'ə vurmalıyıq. Bu qaydanın bu iki ədədin biz əkobunu tapa bilərik. 144'ün vuruqlarına baxsaq, birinci vuruq burada vardır. İkinci vuruq o da var. Üçüncü vuruq, yəni növbəti 2 vuruğu 180'də yoxdur. Deməli, bunu götürməliyik. Növbəti vuruq yenə yoxdur. Onu da götürməliyik. Növbəti vuruqlardan hər ikisi isə yenə 180'də vardır. Ona görə də biz 180'i 2 dənə 2'yə vurmalıyıq. Alırıq ki, 180'i 4'ə vursaq 720. Deməli, bu iki ədədin ən kiçik ortaq bölünəni 720'dir. Cavab Y bəndidir.